Nəqliyyat qaydalarının pozulmasına görə tətbiq edilən cərimə balları sistemi son dövrlərdə yenidən ictimai diqqət mərkəzindədir və bu mövzu ətrafında müzakirələr daha da intensivləşib. Elə bu aspektdən mövcud 20 ballıq həddin saxlanılması və ya dəyişdirilməsi məsələsi gündəmdə qalaraq fərqli yanaşmaların formalaşmasına səbəb olur. Hazırda bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir sıra təkliflər hazırlanıb və həmin təkliflər paketi Milli Məclisdə baxılma mərhələsindədir. Dəyişikliklərin əsas məqsədi yol hərəkətində nizam-intizamın daha effektiv təmin edilməsi ilə yanaşı, cəza mexanizminin daha balanslı və tətbiq baxımından uyğun formada tənzimlənməsidir. Mövcud sistemdə həm pul cərimələri, həm də cərimə ballarının birlikdə tətbiqi yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması üçün əsas alətlərdən biri kimi çıxış edir. Bununla belə, praktikada bəzi hallarda cərimə ballarının qısa müddətdə yığılması sürücülük hüququnun gözləniləndən daha tez məhdudlaşdırılması ilə nəticələnir. Xüsusilə şəhər daxilində intensiv hərəkət şəraitində kiçik və təkrarlanan pozuntuların toplam təsiri sürücülər üçün əlavə çətinliklər yaradır. Bu səbəbdən sistemin daha differensial və mərhələli şəkildə tətbiq olunması ilə bağlı yanaşmalar ön plana çıxır. Ən çox müzakirə olunan istiqamətlərdən biri dayanma və durma qaydalarının pozulmasıdır. Şəhər mühitində nəqliyyat sıxlığının yüksək olduğu ərazilərdə bəzi hallarda sürücülər məcburi şəkildə qısa müddətli dayanma və ya park etmə vəziyyətində qalır. Səki üzərində dayanma, piyada keçidlərinə yaxın məsafədə park etmə, yol kəsişmələrinin qarşısının tutulması və ictimai nəqliyyat zolaqlarına daxil olma kimi hallar bu kateqoriyaya aid edilir. Bu pozuntulara görə həm pul cəriməsi, həm də əlavə cərimə balının tətbiqi bəzi hallarda sərt qiymətləndirilir. Eyni zamanda digər yol hərəkəti pozuntuları da sistemdə fərqli çəkidə nəzərə alınır. Məsələn, təhlükəsizlik kəmərindən istifadə etməmə, siqnal qaydalarının pozulması və sürət həddinin aşılması kimi halların hər biri fərqli miqdarda cərimə balı ilə nəticələnir.